Qarabağ və Atletico Bilbao'nun oyununda ermənilər təxribat törətməyə çalışdılar və gördük ki, qondarma bayraqlarını belə açıq göstərirdilər. Nəyə görə sırf Atletico Bilbao ilə oyunda bunu seçmişdilər? Bunun cavabını tapmaq üçün biz ilk öncə Atletico Bilbao komandasına sahib Bask xalqını anlamalıyıq. Ümumiyyətlə Basklar kimdir? Basklar bu Avropalılar var, Hind Avropalılar, bu İtalyandır, İspandır, nə bilim Almandır, İngilisdir, İskandinaviyalıdır, Rusdur, Mustur. Yəni bu xalqların hamısı yəni Hind Avropa xalqlarıdır. Onlar Avropaya gəlmədən qabaq Avropada olan yerli Avropalılar vardı. Yəni Hind Avropalı öncəsi Avropalılar. Onlardan da biri Basklar idi ki, 40 min il qabaq bu regiona köç edən daş dövrü insanları ilə sonradan gələn əkinçi Anadolu yerlilərinin qarışımıdır. Nəticə etibarilə dilləri digər Hind Avropalıların dillərindən tamamilə fərqlidir. Sonradan gələn Hind Avropalılara görə isə dağlara çəkiliblər. Və nəticə etibarilə Hind Avropalılar da onlara Bask deyiblər. Yəni dağda yaşayan, yuxarıda olan qürurlu kimi mənaları var. Ümumiyyətlə Basklar beləcə İspaniyanın, yəni Piriney yarımadasının şimal hissəsində yaşayırlar. Bugünkü Fransa və İspaniyada onların əraziləri var. Yəni bir növ Hind Avropa köçü sayəsində bu adamlar bir növ dağlara qalxıblar və nəticə etibarilə öz azadlıqlarını uzun müddət itiriblər. Daha sonra isə Roma imperiyası oranı işğal edib və Romalılar da onlara Vaskones deyirdi. Yəni əsas xarıqodan Vasko, yəni Basko deməkdir. Daha sonra isə Roma imperiyası çökəndən sonra German hücumları nəticəsində yenə onlar öz azadlıqlarını itirsələr də, daha sonra Frank imperiyasına qarşı savaşırlar. 778-ci ildə Roncesvalles keçidi savaşında Frank ordusunu məğlub edirlər və fransızların məşhur qəhrəmanı da vardı, səhv eləmirəmsə Roland idi adı. Onun şərəfinə musiqi yazılıb, elə o musiqi də o müharibə ilə bağlıdır və beləcə azad krallıqlarını qururlar. Yəni müasir Fransa və İspaniya torpaqlarında onların krallığı olub, Navarra krallığı. Bu krallığı daha sonra isə İspaniya və Fransa iki yerə bölürlər və işğal edirlər. Beləcə bu Basklar yenə əsarət altına düşür. Amma daha sonraki dövrlərdə, yəni 1959-cu ildə İspaniyada qurulan Franco diktaturasının milliyyətçi siyasəti nəticəsində Basklar yenidən azadlıq savaşına başlayırlar. Bu yaratdıqları dirəniş qrupları düz 2011-ə qədər davam eləyir və çoxlu insanın ölməsinə səbəb olur. Atletico Bilbao da bir növ əslində bu tip dirənişçi qrupların simvollarından biridir. Özləri kimi separatçı olan qruplar da dəstəkləyirlər. Amma Atletico Bilbao bu saat separatçı falan deyil. İspaniya demokratikləşdikdən bəri onların da biraz üsyanı səngiyib. Amma unutmayaq ki, etnik konfliktlər çox çətin halda bitir. Ona görə də elə bilirlər ki, ermənilər də bunları kimi azadlıq savaşı satdı, ona görə də onları da dəstəkləyirlər. Təbii ki, bəziləri, hamısı yox.